Steakhouse ikinci hissə, part 2. Əlbəttə ki, 6-cı yerdə bizə menyu formalaşdırılmasıdır ki, sahibkarlar öncədən düşünməlidir və hər hansı bir aşpazla, şeflə işləyirsə. Burada əsas bildiyimiz qədər ətlərdir. Ətin yanında olan soslar, qarnirlər, soslardan ola bilər hər hansı bir chimichurri və yaxud peppercorn və yaxud truffle butter kimi soslar, kartoflar, düyülər, sayılaxır qonaqlara təklif etmək lazımdır. Vacib yaddan çıxarmayın, Steakhouse-un gözəl nümunəsi şərab kartıdır ki, bütün dünya şərabları belə orada öz əksini tapmalıdır və ən vacib məsələ premium desertlər. 7-ci yerdə bizə qiymət strategiyası yer tutur ki, əlbəttə ki, hər hansı bir sahibkar iş adamları bunu etməmişdən öncə Steakhouse bilirik ki, xərcləri çox tələb edir deyə bütün malların öncədən xam mallar servis keyfiyyətini və digər xərcləri öncədən düşünmək lazımdır və əlbəttə vacib məsələlərdən biri də odur ki, premium segment üçün value yaratmaq lazımdır. 8-ci yerdə bizə marketinqdir ki, bu hər hansı bir açılışdan öncə soft opening etmək lazımdır və digər influencer və yaxud blogerçiləri dəvət edib açılışa göstərmək lazımdır ki, onlar da bir yanıtı yayınsınlar və yaddan çıxartmayaq ki, daimi müştərilərə loyallıq proqramını da yaratmaq lazımdır. 9-cu yerdə bizə təhlükəsizlik və gigiyena qaydalarıdır ki, bütün işçilər sanitariya epidemioloji stansiyaya uyğun olaraq bütün tələblər hamısı yerinə yetirilməlidir. Təhlükəsizlik, qril və açıq tipli sistem təhlükəsizlik qaydaları hamısı öncədən etmək lazımdır və vacib məsələlərimiz bizim ətlərimizdəndir ki, onların da sanitariya normaları mütləq halda yüksək tələblərlə yerinə yetirmək lazımdır. Əlbəttə ki, 10-cu yerdə bizdə burada müştəri məmnuniyyətidir, müştəri təcrübəsidir ki, gələn qonaqlar, zalda xüsusən də işləyən ofisiantlar bütün stepləri düzgün halda və peşəkarcasına bilməlidir. Xidmətimiz də ət kimi də, bildiyimiz kimi də çox vacibdir, önəmlidir. Kəsimi, doğramı, qonağa belə ətin təqdimatı, xüsusən də o ətlə də şərab kartından təklif olunan şərablar belə yüksək səviyyədə olmalıdır və bu da qonağın fərdi olmasını belə göstərir. Və daima da müştərinin özünü xüsusi, ayrı bir special, özünü hiss etməsi də daha maraqlı olardı. Daha maraqlı və ətraflı məlumatlar alması bizim Instagram, YouTube və TikTok kanalımıza abunə olmağımızı unutmayaq. Hamıya uğurlu Steakhouse projesini arzulayırıq.